Ədliyyə Nazirliyindən şikayət var. Vətəndaş Məhərrəm Əliyev ajansımıza müraciət edərək Ədliyyə Nazirliyindən narazılığını ifadə edir və bildirir ki, onun evi hərraca çıxarılaraq Nəsimi rayon icra şöbəsi tərəfindən satılıb. Bu adamın banka olan borcu ödənilməsinə baxmayaraq və bunu onun şəxsən özü iddia edir ki, borcum var idi, tam ödədim. Bu barədə Ədliyyə Nazirliyini məlumatlandırdım, amma bunu nəzərə almadılar, mənim evim hərracda satıldı. Bu qarşı tərəfin fikri idi. Ədliyyə Nazirliyi isə rəsmi olaraq məsələyə münasibət bildirib və təbii ki, təksib eləyib qarşı tərəfin fikirlərini. Bütün bu məsələlərlə bağlı siz Ajansas xəbər portalına daxil olub geniş və təfərrüatlı ilə məlumat əldə edə bilərsiniz. Sadəcə olaraq demək istəyirəm ki, vətəndaş iddia edir ki, onun 250 min dəyərində olan evi Ədliyyə Nazirliyinin icra şöbəsi tərəfindən 125 min manata satılıb və hal-hazırda məsələ mübahisəlidir və bununla bağlı da artıq çəkişmə davam edir. Bir daha qeyd edirəm ki, Ədliyyə Nazirliyinin mövqeyini və vətəndaşın iddiasını ətraflı olaraq siz Ajansas xəbər portalında oxuya bilərsiniz. Həqiqətənmi Ədliyyə Nazirliyi vətəndaşa heç bir məlumat vermədən onun evini hərraca çıxaraq satıb?